Salam dostlar, indi riyaziyyatdan olimpiyadaya hazırlanmaq üçün hansı kitablardan istifadə etməli olar? Onları göstərəcəm sizə. Deməli, həm müəllimlər üçün, həm də şagirdlər üçün çox faydalıdır. Yəni hansı şagird isə olimpiyadaya yer tutmaq istəyirsə, bu kitablardan istifadə edə bilər. Matematik olimpiyatlarına hazırlıq. Yəni bu kitabı da Trendyolda yazıb əldə edə bilərsiniz. Birinci hissə, ikinci hissə, üçüncü hissə. İlkin mərhələdə 3 hissəni bir yerdə götürsəz bəs eləyər. Ümumiyyətlə 5 hissədir bu. Professor Mustafa Özdəmirin kitabıdır. Digər bunlar cəbr üçün olan kitablardır. Yəni ancaq riyaziyyatın cəbr hissəsi olan kitablardır. Bir də həndəsə hissəsi üçün olan kitablar isə bunlardır. Bunları biraz tapmaq çətin olur. Əvvəl qarşıma çıxırdı, hal-hazırda yəni Trendyolda qarşıma çıxmır. Bu Ömər Gürlü Olimpik Geometri bir bu kitabdır. Bir də Olimpiyat Geometrisi bu kitabdır. Bu da həndəsəni öyrənmək üçün olan kitablardır. Bu kitablardan götürüb oxuyub faydalana bilərsiniz. Əgər qarşınızda olimpiyadaya hazırlıq məqsədi varsa.